Salam, kanalıma hoş gelmişsiniz. Bugün sizlere yeni bir saç maskası edeceğim. Artık beni tanıyanlar, izleyenler bilirler ki həftədə 2 dəfə mütləq mən saçma maska edirəm və bunu da təbii yağlardan, ampullardan edirəm. Yəni hər hansı bir alınma maska falan alıp da saçma maska etmirəm. Ən təbii, ən doğal yollarla saçımı bəsləməkdən yanayam mən və hətta deyə bilərsiniz bu qız bu qədər saçlarına maska edir. Nə oldu? Bunun saçları uzamır. Əlbəttə ki, saçım uzanır. Amma mən hər 15 gündən bir saçlarımın ucularını kəsdirirəm ki, saç dolğun, yəni daha qalın, uşaq saçı kimi tərtəmiz olsun. Yəni uzadıb da o ucu pişik quyruğu kimi belə nazik bir şəkildə uzanan saç qıranlı saçları mən sevmirəm. Sağlam, canlı, təmiz saç sevirəm. Və yenə bugün Bemix, Bepanthen və Evigen ampullərindən istifadə edəcəm gördüyünüz kimi. Çünki saça faydaları inanılmaz çoxdur. Saçları uzadır, saçların tökülməyinin qarşısını alır, dibdən saçları canlandırır, yəni kökdən saçları canlandırır, bəsləyir, nəmləndirir. Yəni bundan artıq biz nə istəyə bilərik ki bir ampuldən? Onu deyim və Bemix, Bepanthen, Evigen ampullərindən birər ədəd maskamın içərisinə əlavə edəcəm. Bilirsiniz ki, şampunumun içərisinə də əlavə etdiyim videomu paylaşmışam. Onu da izləyə bilərsiniz. Kanalımda var. Şampunumun içərisinə 3 ədəd əlavə etmişəm bunlardan. Daha sonra isə Hindistan cevizi yağı. Artıq 3-4 video bəlkə də çəkmişəm Hindistan cevizi ilə bağlı. Kanalımda var. Saça faydaları ilə onunla müxtəlif maskalar hazırlamışam. Hindistan cevizi bir saçı nəmləndirir, yumuşaq edir. Yəni o uşaq saçı dediyimiz şəkildə saçı nəmləndirir, uzadır, yumşaldır və saç tökülməyinin qarşısını alır. Onu deyim. Hətta cildimizdə, dərimizdə də Hindistan cevizi yağından istifadə edə bilərik. Çünki dərimizə də faydası inanılmazdır, yumuşaq edir. Yəni bir nömrəli onun vəzifəsi dərini nəmləndirməkdir. Gördüyünüz kimi ampulları qutusundan çıxardım. 3 ədəd ampulumuzu qırıb maska hazırlayacağımız o qabın içərisinə əlavə edirik. Və artıq onları qabımızda gördüyünüz kimi əlavə etdim. Və biraz qoxusu sizə qəribə gələ bilər. Çünki istərsəmiz vitamin qoxusunu verir. Amma yuduqdan sonra saçdan çıxır qalıcı belə inanılmaz çox pis iyləri yoxdur. Yəni bildiyimiz adi vitamin iyi verirlər. Daha sonra isə çam tərəbənti ilə bağlı bilirsiniz ki, şampunuma qatdığım videonu da çəkmişəm. Və indi maskamızda da ondan istifadə edəcəm. O saçları qurudur deyə ona 1 çay qaşığı əlavə edəcəm. Çox əlavə etməyəcəm. Çünki çam tərəbəntin saçları həm uzadır, həm də tökülməyin qarşısını alır. Zeytin yağını bilirsiniz, ta qədim zamanlardan nənələrimiz zeytin yağından istifadə edirdilər. Zeytin yağından 1 yemək qaşığı maskamın içərisinə əlavə edəcəm. Hindistan cevizi yağından da 1 yemək qaşığı yağımızın içərisinə əlavə edəcəm. Belə toplam şəkildə desəm isə 3 ampulumu əlavə etdim. 1 yemək qaşığı Hindistan cevizi yağı, 1 yemək qaşığı zeytin yağı və 1 çay qaşığı çam tərəbəntin yağını əlavə edib yaxşıca maskamı gördüyünüz kimi bir-birinə qarışması üçün homojen şəkildə qarışdırıram. Onu yaxşıca qarışdırıram ki, yağlar bir-birinə qarışsın. Yağları saç diblərimizə masaj edib dibdən yaxşıca masaj edər. Əvvəlcə birinci başlıca növbədə saç diblərinizə masaj edin ki, saçları onu yaxşıca öz içinə yedirdin. Daha sonra isə qalanının uclarına, hər yerinə yedirdin saçın və saçınızda ən az 2 saat, mənə görə daha çox. Yəni səhər edin, axşam yuyun və yaxud da gecə edin, saçınıza bir boynə bağlayıb yatında səhər yuyun, elə deyim. Yəni nə qədər çox saçda qalsa o qədər faydası çoxdur. Yəni ən az 2 saat saçınızda saxlayın və duşa girdiyiniz zaman, yəni əvvəlcə saçınıza su vurmayın. Bunu bütün maskalarında deyirəm. Saçınıza əvvəlcə bolca şampunu vurun ki, o yağı saçınızdan alsın. Daha sonra saçınıza su vurun. Çünki birinci su vurduğunuz anda maska saçınıza belə deyim yapışacaq və onu saçınızdan təmizləməyiniz çox amma çox çətin olacaq. Belə deyim. Həftədə 2 dəfə istifadə edə bilərsiniz bu maskadan. Əgər məndən sorsanız, mən bilirsiniz ki, fərqli yağlarda maskalar hazırlayıram. Həftədə birindən ən az birini
istifadə edirəm də. Yəni bir dəfə bundan edirəm, bir dəfə də ondan edirəm. Yəni həftədə 2 dəfə mən maska istifadə edirəm saçıma. Çalışın ki, 15 gündən bir olmasa da ayda bir dəfə uclarını vurdurun ki, saç daha da canlansın və elə olduğu zaman saç çox tez uzanacaq. O ucundakı o yanıqlar, saç kıranlar nə qədər ki saçınızda qalsa, saç bir o qədər yəni gec uzanacaq. Çünki dibdən qırılmağa başlayacaq. Hardan uzandı, hardan qırıldı heç bilməyəcəksiniz. Videomuz buraya qədər idi. Videoyu bəyənməyi və kanalıma abunə olmayı unutmayın. Gələn videoda görüşmək diləyilə. Sağ olun, salamat qalın.